Keysəriyyə əməliyyatına hazırlaşan hamilə xanımlar bizim videomuzu mütləq izləsin. Çünki bu videomuzda keysəriyyə əməliyyatı ilə bağlı sizi maraqlandıran bütün suallara ətraflı məlumat verəcəyik. Bugün studiyamızın qonağı ginekoloq Əfsanə xanım Məsmovadır. Xoş gördük Əfsanə həkim. Xoş gördük Xəyalə xanım. Çox sağ olun. Buyurun. Əfsanə həkim, keysəriyyə doğumu nədir? Bu doğum formasının adi doğuşdan fərqləri nədir? Ümumiyyətlə hansı hallarda həkim keysəriyyə göstəriş verir? Ümumiyyətcə, istər keysəriyyə, istər də normal doğum, hər ikisi doğum növləridir. Biz normal doğuşu edə bilmədiyimiz hallarda keysəriyyə doğuma müraciət edirik. Zaten keysəriyyə doğum acil zamanlarda, hansı ki, acil durumlarda bizə yardım edən doğum növüdür. Əlbəttə, burada həm ana tərəfindən göstərişlər olmalıdır, keysəriyyə doğumdan, həm döl tərəfindən olan göstərişlərdir. Ana tərəfindən göstərişlər hansı ola bilər? Yüksək təzyiqlə bizə müraciət edən xanımlar preeklamsiya, eklamsiya kimi durumlarda, cif gəlişi vəziyyətində, yəni hansı ki bu zaman anada qanama kimi ağır fəsadlar ola bilər. O zaman biz keysəriyyə doğuma müraciət edirik və yaxud da ananın hər hansı bir ekstragenital ciddi bir xəstəliyindən dolayı biz keysəriyyə doğuma müraciət edə bilərik. Dölün hipoksik vəziyyətində, oksigensiz vəziyyətində, normal doğuşun gedişatının pozulduğu anda acilən normal doğuşdan biz keysəriyyə doğuma keçə bilərik və yaxud da ki qadının çanağında olan anatomik qüsurlardan dolayı biz keysəriyyə doğuma müraciət edirik. Həmçinin ananın çanağında aldığı travmalardan da dolayı biz keysəriyyə doğuma müraciət edə bilərik. Son illər xanımlar əsasən keysəriyyə əməliyyatına üstünlük verirlər. Bəzi hallarda göstəriş olmasa belə keysəriyyə əməliyyatı yenə də seçilir. Ümumiyyətlə bu keysəriyyə əməliyyatının üstünlükləri xanımlar üçün nələrdir? Ümumiyyətlə biz hər bir xanıma əlbəttə ki tərcihimiz normal doğumdur. Normal doğum normal olduğu təqdirdə əlbəttə ki qənaətbəxş sayılır. Ancaq bəzi göstərişlərdən dolayı, istər mütləq göstərişlərdən və ya hər hansı bir nisbi göstərişlərdən dolayı biz acil doğum növü olan keysəriyyə doğuma keçirik. Əlbəttə bu zaman keysəriyyə doğumunda öz üstünlükləri var. Ana və dölün risklərdən qurtarmaq üçün döldə hər hansı bir hipoksik vəziyyət varsa, oksigen çaşmamazlığı varsa, biz keysəriyyə doğum zamanı bunu demək olar ki sıfıra indiririk və uşaq dərhal azad olmuş olur və yaxud ananın hər hansı bir təzyiq problemi varsa, bu zaman biz onu kontrol edirik, ananı bu riskdən qurtarmış oluruq. Qanaxma riski varsa, qeyd etdiyim bu risklər varsa və yaxud da dölün doğuş zamanı hər hansı bir travma alacağı normal doğumda varsa, biz bunu keysəriyyə doğumdan sıfıra yendirmiş oluruq və bu da keysəriyyə doğumun müsbət nəticələridir. Bəs maraqlıdır xanım, maksimum neçə dəfə keysəriyyə əməliyyatına girə bilər? Ümumiyyətcə, uşaqlıq üzərində istənilən sayda keysəriyyə doğum eləmək olar. Lakin biz hər zaman keysəriyyə doğumla bizə müraciət edən qadınlara məsləhətimiz odur ki, çox keysəriyyə doğuma müraciət eləmək əlbəttə ki qadın üçün çox risklidir. Bu hansı risklər ola bilər? Bu bir əməliyyat növü olduğuna görə orqan zədələnmələri, sidik hissəsi, bağırsaq, uşaqlığın qonşu orqanların zədələnməsi ehtimalı daha çoxdur. Həmçinin əməliyyatların sayı artdıqca qarın boşluğunda bitişmələrin sayı artır. Bu da gələcəkdə qadınlarda xroniki olaraq çanaq ağrıları, qarın və bel nahiyəsində olan ağrılardan şikayətlənə bilər. Həmçinin belə qadınlar gələcəkdə ikincili infertilitədən, yəni sonsuzluqdan əziyyət çəkə bilər. Çünki bitişmələr olan nahiyədə uşaqlıq borularının ətrafında da bu bitişmələr varsa, o zaman mayalanma prosesi pozulacaqdır. Həmçinin keysəriyyə doğum zamanı qarın boşluğu dəfələrlə açıldığına görə bu zaman yırtıq riski də yüksəkdir. Ona görə də biz keysəriyyə doğumu heç bir məhdudiyyət qoymuruq qadınlara, amma çox yaxşı olardı ki, ən çoxu 3 keysəriyyə doğum etsinlər. Sual versəniz ki, Əfsanə xanım, siz neçənci keysəriyyə doğum eləmisiniz? Hətta məndə 6-cı dəfədə keysəriyyə doğumu olan xanımlar var. Bəs maraqlıdır, keysəriyyə əməliyyatından sonra xanım hamilə qalarsa, ikinci hamiləliyi keysəriyyə yox, təbii doğuşla eləyə bilərmi? Bəli, çox maraqlı sualdır. Bizə də çox müraciət edirlər və mən öz praktikamda da keysəriyyə doğumdan sonra təbii doğum etmişəm. Ancaq hansı hallarda? Bu bir risklidir. Çünki keysəriyyə doğum uşaqlıqda aparılan əməliyyatdır. Bu zaman uşaqlığın üzərində bir çapıq toxuması var. Bu çapıq toxumasının tam formalaşması kitabi olaraq 3 il müddətində başa çatır. Biz əgər birinci keysəriyyə mütləq göstərişlərdən dolayı olmayıbsa, yəni ki, burada mütləq göstərişlər nə ola bilər? Ananın hər hansı bir çanaq deformasiyası ola bilər, travması ola bilər, anadan gəlmə anatomik olaraq doğuşa riskli olan çanaq quruluşu ola bilər. Bəli, bu hallarda və yaxud da hər hansı bir ciddi ekstragenital xəstəlik ola bilər. Bəli, bu mütləq göstərişlər olmadığı təqdirdə biz ikinci doğumu, əlbəttə ki, birinci keysəriyyədən sonra söhbət gedir. İkinci, üçüncü keysəriyyədən sonra təbii doğuş yol verilməzdir. Ancaq birinci keysəriyyədən 3 il
bir müddət keçibsə, ən azı 2 il keçməlidir və ananın qeyd elədiyi mütləq göstərişləri olmayıbsa birinci keysəriyədə, əlbəttə ki, təbii doğuş olar, ancaq burada hansı şərtlər daxilində qadın təbii doğuş eləyə bilər? İlk öncə çox savadlı cərrah mama ginekoloqa müraciət eləməlidir ki, çünki hər an doğumdan, təbii doğuşdan keysəriyyə doğuma da keçmə, yəni olasılığı ola bilər. Çünki bu zaman çapıq toxumanın burada yararlılığından söhbət gedir. Doğum zamanı oradakı çapıq toxumada bəzən ola bilər ki, hansı bir rüptür ola bilər, yəni orada bir cırılma ola bilər. O zaman dərhal biz ana və ölüm prenatal mühafizəsi naminə keçirik keysəriyyə doğuma və 7-24 qan bankı olan bir klinika olmalıdır və anestezisi olan bir klinika olmalıdır. Bəli, belə yüksək səviyyəli klinikada və qeyd elədiyim bu şərtlər altında əlbəttə ki, keysəriyyə doğumdan sonra normal doğumda ola bilər. Keysəriyyə əməliyyatında bəs hansı anesteziya növünə üstünlük verirsiniz? Tam anesteziya yoxsa sırf beldən olan anesteziya? Ümumiyyətlə qadınların çox yaralı yeridir, hamilə qadınların əsasən bizə müraciət edən və bunlar arasında çox bir yanlış algılama var, yəni psevdoinformasiyalar var, bir-birinə ötürülən, amma əhəmiyyəti olmayan informasiyalar. Məsələn, qadınlar bizə müraciət edəndə keysəriyyə doğum ən çox bizə deyirlər, doktor, beldən narkoz istəmirik. Mən onlara sual verəndə ki, niyə beldən narkoz istəmirsiniz? Biz buna spinal və yaxud da periferik anestezi deyirik. Onlar bizə qeyd edirlər ki, bu anesteziyadan sonra bel ağrıları qalır. Əsla belə deyil. Zaten bir hamilə qadın hamiləlik dönəmində artan hormonal balansın pozğunluğuna bağlı olaraq və bir də ki, onurğaya düşən təzyiqdən dolayı hamilənin özündən razı yerişindən dolayı onurğa sistemına düşən təzyiq çox olduğuna görə hamilə qadınlarda doğuşdan sonra bir bel ağrısı olur. Çünki bura bir üstə gəl, bu uşaqlıq, böyüyən uşaqlıq, oradakı amniyotik maye, dölün çəkisi onurğa sistemına düşən yükdür. Yəni bu yükdən sonra əlbəttə ki, beldə ağrılar olacaqdır. Yəni bunun spinal anesteziyanın heç bir əlaqəsi yoxdur. Çünki qadınlar zaten hamiləlik dönəmində də bel ağrılarından şikayətlənirlər. Bu yanlış informasiya görə hamilə qadınların çoxusu bizə müraciət edəndə ümumi anesteziya seçirlər. Ancaq mənim məsləhətim odur ki, əgər sizdə hamilə qadınların spinal anesteziya əks göstəriş yoxdursa, əlbəttə ki, keysəriyyə doğumda bizim tərcihimiz spinal anesteziyadan, yəni beldən anesteziyadan dolayıdır. Bu anesteziya növündə həm ana oyaq qalır, uşaqla təmas olur və həmçinin spinal anesteziyadan sonraki dönəmdə tam ağrısız olduğuna görə o 2-3 saat ağrılı dönəm qadın bunları hiss eləmir. Əlbəttə ki, istər ümumi anesteziya növüdür və əlbəttə ki, keysəriyyə əməliyyatında əsasən biz spinal anesteziyadan, yəni periferik anesteziya üsulundan seçirik. Ancaq bəzən ciddi göstərişlər olanda, hansı ki, bu durumlarda biz zaten ümumi anesteziyayla gedirik. Bunlar hansı durumda? Cift gəlişində, mərkəzi cift gəlişində, ağır preeklampsiyada, epileptik xəstələrdə, bunlarda acil durumlarda biz ümumi anesteziya ilə keysəriyyə əməliyyatını eləyirik. Lakin planlı keysəriyyələrdə normal halda biz spinal anesteziyini məsləhət görürük. Nəyə görə? Ona görə ki, spinal anestezi zamanı ana və döl kontaktı olur və əməliyyatdan sonraki dövr ağrısız olur. Ona görə də çox məsləhətli spinal anestezi və bir də qeyd edeyim ki, ümumi anesteziyada dölün distresə düşmə olasılığı nə qədər yüksəkdirsə, spinal anesteziyada bir o qədər aşağıdır. Lakin bəzi qadınlarda belə bir yanlış algılama var, psevdoinformasiyalar var. Biz beldən narkoz aldıq, ondan sonra belimiz ağrıdı. Əsla belə deyil. Zaten bütün hamiləlik dönəmində böyüyən uşaqlığa, oradakı dölə, amniyotik maye və plasentanı da hesablasaq, hardasa bütün hamiləlik dönəmində qadının onurğa sistemına bir yük vardır. Bəli, qadınlar zaten hamiləlik dönəmində də bu ağrılardan şikayətlənirlər və bir də artan hormonal progresə görə də qadınlarda bel ağrıları olur. Və bir də onu qeyd edeyim ki, hamilə qadınların özündən razı yerişləri, onlar hər zaman qarınlarını qabağa verərək bellərini əyilir. Bu da onurğa sistemində ciddi bir təzyiq göstərir və bu təzyiqin fonunda da hamilə qadınlarda ağrı olur. Əziz hamilələr, əgər sizin spinal anesteziya heç bir əks göstərişiniz yoxdursa, çox yaxşı olardı ki, keysəriyyə doğumda spinal anesteziyaya müraciət edəsiniz. Keysəriyyə əməliyyatından sonra olan ağrılar normal doğum ağrılarından çoxmu olur? Ümumiyyətlə, keysəriyyə əməliyyatından sonra olan ağrılar zaten normal doğumda olan ağrıların bir hissəsidir. Yığılan uşaqlığa bağlı olan ağrılar normal doğuşdan da sonra olur, keysəriyyə doğumdan da sonra. Lakin burada bir fərq var. Əlbəttə ki, keysəriyyə doğum əməliyyat olduğuna görə, kəsiklər apardığımıza görə, yəni qarın qatlarında kəsiklər apardığımıza görə bu özü də əlavə bir ağrıdır. Əlbəttə ki, normal doğuşdakı ağrılar dərhal doğum
doğumdan 4-6 saat sonra bərpa olur, ağrılar azalır. Uşaqlığın yığılmalarına bağlı olan ağrılar bir müddət keçə bilər. Bu keysəriyyədə də eyni olur, normal doğumda da. Amma keysəriyyə doğumdan sonraki ağrılar həm də əməliyyata bağlı ağrılar olduğuna görə, ona görə də keysəriyyə doğumun ağrıları normal doğumdan daha çox olur. Keysəriyyə əməliyyatından sonra qalan tikiş izləri bəzi xanımlarda çox incə olur, hətta görünmür, amma bəzi xanımlarda kobud şəkildə olur və daha böyük olur. Bunun səbəbi nədir? Bəli, bu səbəblər mən həmişə iki aspektdən yanaşıram məsələyə. Keysəriyyə kəsiyi zaten estetik bir kəsikdir. Dəri büküşləri altında aparılır. Bəzən cərrahın da travmatik işləməyindən dolayı ola bilər o kobud olsun o tikişlərdən və yaxud da ki, orqanizmadan asılı ola bilər, dəyişə bilər. Bəzi orqanizmada kelloid ifrazı daha aktiv olur. Bəli, belə qadınlarda keysəriyyə doğumdan sonra kelloid toxuma yaranır. Əlbəttə ki, biz onları növbəti keysəriyyədə sorulmayan saplarla tikişlər qoyuruq. Bəzən heç sorulmayan saplar da işə yaramır. Yəni orqanizm ciddi bir kelloid ifraz edirsə, bu zaman onun qabağını almaq olmur. Lakin 90% hallarda tikişlər estetik olduğu üçün, balaca bir kəsik aparıldığı və estetik tikişlər olduğu üçün tamamilə sorulur. Aylar öncə heç izini də tapmaq olmur. Keysəriyyədən sonra bəs aybaşı xanımlarda nə vaxt başlayır? Bir də ki, hansı müddətdən sonra hamilə qala bilər xanım? Ümumiyyətcə keysəriyyə doğumdan sonra əgər qadında laktasiya prosesi yoxdursa, yəni ana süd vermirsə, o zaman 3-4 həftədən sonra menstruasiya sikli başlayır. Ümumiyyətcə bizim keysəriyyə doğumdan sonra qadınlara məsləhətimiz budur ki, əgər 3 ay aktiv şəkildə süd verirsə, onların hamilə qalma şansı çox azlardadır. Demək olar ki, 1% hallardadır. Yox, əgər ana südü vermirsə, 3 həftə sonra zaha qadına qorunma yöntəmi seçilməlidir. Bəs hamiləlik istəyirsə, planlayırsa, nə qədər müddətdən sonra eləyə bilər? Bəli, çox gözəl sualdır. Bizim Azərbaycan qadınları qayğıkeşdilər, çox uşaq sevəndilər, bizim Azərbaycan ailələri. Ona görə də mənim də məsələn praktikamda olur ki, 3-4 ay sonra hamilə qalır, gəlir keysəriyyə doğuş edən xanım. Biz onlara deyəndə ki, ay xanım, bəs olmaz axı, siz ən azından bir müddət keçməlidir ki, ondan sonra hamilə qalasınız. Çoxsu bizə belə geri dönüşlər. Ay doktor, mənim qonşum hamilə qalmışdı, amma heç bir problem olmamışdı. Bəli. Əlbəttə ki, əziz xanımlar, orqanizm fərdidir. Ola bilər kimsə hamilə qalar, onda heç bir fəsad yaranmaz. Ancaq bu həmişə belə deyildir. 2 il müddətindən tez hamilə qalmağınızı tövsiyə eləmirəm. Çünki Xəyilə xanım, əgər bunlar daha tez erkən hamilə qalarlarsa, o zaman uşaqlığın üzərindəki o çapıq toxuma yararlı olmazsa, hamiləlik müddətində hətta rüptür də ola bilər, cırıla da bilər. Bu da ana və döl üçün çox ciddi bir risk daşıyır. Ona görə də biz belə vaxtından erkən, 1 ildən tez hamilə qalan qadınları risk qrupuna daxil edirik. Keysəriyyə doğumundan ən azı 2 il keçməlidir ki, rahat bir şəkildə hamiləlik olsun, hamiləliyə davam olunsun. Buradan üzümü tutub bütün ana adaylarına səslənirəm. Əziz xanımlar, çalışın ki, öz savadlı mütəxəssisinizin rəyinə çox önəm verəsiniz. İstər normal doğuş, istər keysəriyyə doğuş, hansı sizin üçün müvafiqdirsə, mütləq onu seçin. Bəzi hallarda biz görürük ki, yersiz çoxlu keysəriyyə əməliyyatları olur. İnanın ki, fizioloji doğuş əlbəttə ki, qorxulu bir doğum növü deyil. Əgər siz yaxşı bir klinikada, savadlı bir mütəxəssis tərəfindən sizin doğuşunuz aparılarsa, heç bir problem olmaz. Hətta keysəriyyə doğumdan da tez sağalarsınız və fizioloji aktiv həyatınıza davam edərsiniz. Yox, əgər sizə həqiqətən keysəriyyə doğum məsləhətdirsə, o zaman həkiminizin göstərişi ilə keysəriyyə doğum olmadan da qorxmayın. Əsas burada məqsədimiz odur ki, sağlam ana, sağlam körpə. Hər bir ana və körpə bir-birlərinə sağlıqlı qovuşsunlar. Əziz izləyicilər, efir boyu hər hansı bir suallarınız oldusa bizə, zəhmət olmasa şərh bölməsində qeyd edin, mütləq sizə geri dönüş edəcəyik.